Xoş gördük. Bugün ölkə başçısı İlham Əliyev prezident administrasiyasında komediya yaşadıbdı. Yel qanadlı sözlər danışıb, hava satıb, hava buraxıb. Mən Azərbaycan ədəbi dilinin ən yüksək formasında ifadələri işlədirəm. Kobudluğa yol vermirəm. Hava buraxıb, hava satmağı elə ədəbi dildə işlədirəm. Söhbət nədən gedir? Prezident administrasiyasında Əliyev başına yığıb bir neçə yeni təyin etdiyi icra başçılarını, əslində köhnə icra başçılardır, onların yerlərini dəyişibdir. Yerləri dəyişəndə, toplananların yerlərini dəyişəndə, necə deyirlər, cəm dəyişmir. Köhnə hamam, köhnə tasdır. İlham Əliyev yalanlar danışıb, xalqımızın üzünü güldürməklə məşğuldur cənab Əliyev, yoxsa ağ yalanlar danışıb bizi avam yerinə qoymaqla məşğuldur. Xahiş edirəm videonu sona qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin, xalqımızın gözü açılsın. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. İlham Əliyev nələr edib, nələr danışıbdır. İndi bir-bir güləcəksiniz və yaxud da ki, deyəcəksiniz ki, ay prezident, utanmırsan bu qədər yalan danışırsan? Deməli, Naftalanın icra başçısını Göygölə icra başçısı qoyub. Göygölünkünü Qaxa icra başçısı göndərib. Gədəbəyinkini Göyçə icra başçısı göndəribdir. Gədəbəyin həmən icra başçısını indi başqa videolarından göstərəcəm və İlham Əliyev gör icra başçıları haqqında nə deyir, Gədəbəyinki də nə olubdur. Göyçəyinkini də Balakənə, Kürdəmirinkini də Nəsimiyə göndərib və deyib ki, biz İslahatlar aparırıq, təmizləmə işlərlə məşğuluq, sağlamlaşdırırıq. Dəyərli dostlar, mən İlham Əliyevin çıxışına indi gələcəm və sizə də göstərəcəm. Çoxdandır cənab Əliyev belə hava buraxmırdı. Təzədən qayıdıb hava buraxmağına. Deməli, Gədəbəyin icra başçısı, bax bu Gədəbəyin icra başçısı idi. Baxın. Kim ki deyir ki, bizim polis bizim vətəndaşımızı döyür, o bizim dövlətimizin xainidir, bizim dövlətimizi sevməyən adamdır. Bizim polis bizim vətəndaşımızı döyür. Bizim polis səni məni qoruyur. Orxan Mürsəlov. Mən biraz qıraqdan çəkin ki, olmasa yaxşı düşün da. Səsliyə görə səsliyə Yox, mən eybəcəm. Bu icra başçısını İlham Əliyev Gədəbəydən Göyçəyə göndəribdir və bu şəxs də indi İlham Əliyevin qarşısında oturanlar arasındadır. Gəlin, cənab Əliyevin çıxışına qulaq asalım və bir-bir izah edək. Əyləşin. Çox maraqlı məqamlar var. Ramiz Mehdiyevə toxunubdur, ona işarə eləyib. Siz ölkəmizin müxtəlif bölgələrinə, rəhbər vəzifələrinə təyin edirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, bu etimadı doğruldacaqsınız. Öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün öz səylərinizi əsirgəməyəcəksiniz. Naxçıvan Muxtar Respublikasında İlham Əliyevin yeni səlahiyyətli nümayəndəsi təyin olunub. Ceyhun Cəllov adlı bir şəxs. Naxçıvan Muxtar Respublikasında baş naziri idi. Fuad Nəcəflini o vəzifədən çıxartdı, yəni prezidentin Naxçıvandakı nümayəndəsi və Cəlilov Ceyhunu ora təyin etdi. Orada toxunacağıq ki, Fuad Nəcəflini niyə çıxardıbdı? Böyük məsuliyyət, əlbəttə ki, böyük işlər tələb edir. İlk növbədə mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə, rəhbər vəzifələrinə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır. Deməli, Azərbaycanın qanunları, vətəndaşlara xidmət və s. deyil, icra başçılarının əsas vəzifəsi İlham Əliyevin tapşırıqlarını yerinə yetirməkdir. Özü öz dili ilə deyir, qanunlara tüpürür. Mənim dediklərim olmalıdır. Təvəccühkar olmalıdır. Yəni bu hissəni mən kəsmişəm, orada çox püylüyür, hava buraxır cənab prezident.
da ehtiyac deyil o qədər danışmağa, göstərməyə. Bir hissəsini göstərirəm indi. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Yəni o icra başçılarından biri də bax budur, qarşısında oturan. Restorandan çəkin ki, olmasa yaxşı düşün də. Təsviyə görə səs Yox, danışanlar Qayıdaq Cənab Əliyevin çıxışına, sadəcə arada söz ardı bu kadrları göstərmək istədim. Bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər. İfrat dərəcədə təkəbbürlük göstərirlər. Özlərini hamıdan üstün tutmağa çalışırlar. Hamısı belədir də, bütün icra başçıları belə deyilmi? Dəyişən bir şey var. Beləliklə öz nüfuzunu itirirlər. Eyni zamanda dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuşuq. Yaxşı, öz nüfuzunu itirmiş, Gədəbəydə hamının sifətinə tüpürdüyü icra başçısı Orxan Mürsəlovu niyə başqa rayona icra başçısı göndərirsən? Orada pis iş görürdün. Hə? Başqa icra başçılarının Azərbaycan əhalisinin əksəriyyəti yox, deyərdim ki, mütləq əksəriyyəti, %100-ü öz rayonlarındakı icra başçılarına nifrət edirlər. Bir-ikisini tutmaqla iş düzəlmir. O tutduqların da sənə pul atdıqları üçün, səndən gizli pul yedikləri üçün həbs olunubdur. Bunu bilmirik biz. Hə? Yoxsa xalqa xidmət etmədiklərinə görədir? Yoxsa həqiqətən cinayət etdiklərinə görədir? Xeyr. Bununla bərabər bəzi hallarda korrupsiya, rüşvətxorluğa düçar olurlar və Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə qanun qarşısında cavab verməli olur. Siz Allah, dəyərli izləyicilər, şərhlərdə yazın. Əyri yola gedən icra başçıları, məmurlar, hamısı bax deyir, hər kəs məhkəmə qarşısında cavab verirlər, cəzalandırılırlar. Elədimi? Hə? Bir-iki nəfər cəzalandırmaq və başqa şeylərə görə, cənab prezidentin özünə pul atdığına, ondan gizli yediyinə görə bu şəxslərdən istisna. Əksər yox ha, İlham Əliyev deyir ki, bütün məmurlar cəzalandırılır, məhkəmə qarşısına çıxarılır. Elədir. Bütün rayonlarda icra başçılarından tutmuş sıravi məmurlara kimi əyri yolla məşğuldurlar. Onda hamı tutulub qazamata asılmalıydı ki. Hə, elədir. Yox, İlham Əliyev burada hava satır və yaxud da buraxır. Yel qanadlı sözlər istifadə edir. Və belə hallar əfsuslar olsun ki, bugün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Qalır təəssüf ki. Ona görə sizdən tələbim eyni zamanda xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, eyni zamanda peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək və rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimin düzgün olmasını sübut etməkdir. Əks təqdirdə yaxşı yeyin, yığın, toplayın və mənə ötürün. Əlbəttə ki, lazım ölçülər götürüləcəkdir. Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatır. Bax, əsas məsələ çox danışır. Mən qısa kəsirəm və sonlandırıram az sonra. Əsas icra başçıları rayonlara güya ayrılan dövlət büdcəsindən pullar, yolların tikilməsi, təmiri və s. nəsə tikilişlər, həmin rayonlarda aqrar güya islahatlar adı ilə dövlət büdcəsindən milyardlar ayrılır. İlham Əliyevin öz şirkətlərinə, qızlarının şirkətlərinə və bu şirkətlərə nəzarət həmin rayonlarda icazənin verilməsi, nəzarət edilməsi, polis və s. icra strukturları yəni yola verməlidir. Mənim qızlarımın şirkətlərini
büdcələrini doldurulmasında əllərindən gəllərini əsirgəmirlər də. Və bu hissəyə toxunur, orada rayonlarda infrastruktur, nə bilim, tikinti və s. mən indi oradan üstündən keçirəm. Hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurlar. İndi Ramiz Mehdiyevə gələcək, yəqin ki, ona işarə edir. Amma bu hissəyə keçmədən öncə mən bir baş vermiş hadisəni Azərbaycanda deməli bir icra başçısının müavini ilə söhbət edirdim keçən il. Hələ də icra başçısının müavinidir. İndi mən bəzi məsələləri deməyəcəm ki, bilinməsin kimdir. Çünki düzdür, yəni ələ əyliliklə məşğuldurlar və s. amma yəni Azad Söz kanalına mənə lazımı gələndə məlumatlar ötürürlər, elə özləri Azərbaycan hakimiyyətini ifşa edirlər. Ona görə də mən də o şəxsi ifşa etməyəcəm. Bir icra başçısının müavinidir və ən sonuncu bundan əvvəlki cənab Əliyev bir neçə icra başçısını yığmışdı başına və orada da hava satırdı və icra başçısı qayıtdıqdan sonra bu icra başçısının müavini icra başçısı ilə söhbət edir. Deyir ki, bəs axı yəni cənab prezident bu sözləri deyibdi, biz bu işləri görürük, sonra başımız ağrımazmı və s. Və icra başçısı bu müavinə qayıdıb deyib ki, heç bir narahat olma, cənab prezidentin nəzərə tutduğu tamam başqa şeylərdir. Biz bizdən tələb olunanı prezidentin köməkçisi vasitəsilə, hansı ki biz prezidentinin hazırda da köməkçisidir. Mən də o köməkçisinin adını da çəkməyəcəm. O bu rayonda həmən köməkçi prezidentlə elə bir ki köməkçi arasında bir kuratordur. Həmən rayona prezidentin bu köməkçisi baxır. Yəni onunla danışığı əməlli başlı icra başçısının bazardır, açıq bazar olur həmişə. İcra başçısı prezidentin bir həmən köməkçisi ilə açıq bazar söhbət edir ki, prezident bunu istəyir, prezident bunu tapşırıbdır, prezident bunu eləyir və bu prezidentin adındandır, bunlar yığılmalıdır. Yəni həmən icra başçısı da vəzifədə qalıbdır. İcra başçısının mənlə danışan həmən müavini də yenə vəzifədə qalıbdır. Yəni Əliyev burada hava satmaqla məşğuldur. Yəni yalan danışır. Kimsə rayonlarda icra başçıları İlham Əliyevin bu dediklərinə özləri belə inanmırlar. Onların inandıqları cənab Əliyevin sətiraltı onlara tapşırıqlarıdır ki, yeyin, talayın, bizə haqqımızı çatdırın. Sizdən tələb olunan haqları yerinə yetirin. Bax, budur. Bunu ilk dəfədir mən danışıram. Boşa gəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyirlər, əsər əlamət də qalmayıb. Bir daha qayda. Səbəbi də məhz və hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Yəni, hava buraxmaqla məşğul deyilmi cənab Əliyev? Baxın, oturaq, əyri oturaq, düz danışaq. Bu yalan danışmırmı? Ölkənin hər yerində ədalətsizlik hökm sürür. Bu isə ədalətdən dəm vurur. Deyir, bizim prinsiplərimiz, icra hakimiyyətlərində prinsiplər ədalətdir. İlham Əliyev, bu qədər yalan danışmaq olar. Yalan danış, 2 nəfərin, 3 nəfərin arasında danış. Bu millətin sifətinə baxa-baxa ayıb deyil, yalan danışırsan. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların boşa gəlməz hərəkətləri və tapşırıqları idi. Yəni, güya nöqsanlar, neqativ hallar olubsa, keçmişdə olub və düzəlib indi. Və bunu da atıb bəzilərinin üstünə. Bu bəzilər dediyi kimdir? Ramiz Mehdiyev mi nəzərdə tutur? Mərkəzi icra hakimiyyəti orqanında oturan. Artıq o məmurlardan, necə deyirlər, əsər əlamət də qalmayıb. Cənab Əliyev, Ramiz Mehdiyevi nəzərə tutursansa, 6 il əvvəl o yoxdur, vəzifədən gedibdir.
Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində böyük dərəcədə vəziyyət sağlamlaşdırılır. Ona görə mən tam əminəm ki, mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq bundan sonra verilməyəcək. Yəni mərkəz deyərkən indi burada tam anlaşılır ki, prezident administrasiyasını nəzərdə tutur İlham Əliyev. Çünki qarşısındakı icra başçılarıdır. İndi Naxçıvan Muxtar Respublikasına ayrıca gələcək. Və icra başçılarına da tapşırıq verə bilən kim ola bilər? Yalnız prezident administrasiyasından. Ya administrasiyanın rəhbəri, ya prezidentin köməkçiləri. Vaxtı ilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən və qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bugün məhkəmə qarşısında cavab verir. Burada aydın olur ki, Mehdiyevi nəzərdə tutur. Amma İlham Əliyev 2019-dan hoppanıbdı 2025-ci ilə. Başqa kimləri nəzərdə tuta bilər ki, prezident administrasiyasında? Baxın, əvvəllər yenə icra başçılarına tapşırıqlar verən, torpaqları zəbt etdirən və s. kimlər var ki, baxın, prezidentin köməkçilərindən biri Kərəm Həsənov. Cəllabad bunun əlinin altındadır. Cəllabad və ətraf rayonlar Kərəm Həsənovun, qardaşı Malik Həsənovundur. Və bir neçə rayon. Prezidentin başqa bir köməkçisi Zeynal Nağdəliyev. O da vəzifələdir, yerinə də qalıbdır. Cənub zonasında bir neçə rayon, nə bilim, Daşkəsən, o tərəflərdə, o zonada bir neçə rayon kurasiyası ondadır və torpaqları zəbt elətdirir, öz saxladığına belə torpaq alıb verir. İlham Əliyev kimi nəzərdə tutur? Bu qədər utanmazlıq olar. Mən deyirəm ki, prezidentdir, İlham Əliyev haqqında ağır sözlər işlətməyəm. Amma adam utanmazdır da. Yəni utanmaza mən utanmazsan deməyim, nə deyim? Hə? Bax ki, bu söz işlətmirəm. Deyirəm ki, hava satır. Bu Azərbaycan ədəbi dilində istifadə olunan sözdür. Deyirəm ki, yel qanadlı sözlər danışır. Bu da Azərbaycan ədəbi dilində məcazi mənada işlənən sözlərdir. Yəni yalan danışmağın bir obrazlı formasıdır. Kobud sözlərlə ifadə etmək istəmirəm. Bəzən blogerlər bu sözləri istifadə edirlər. Mən sizin nəzərə alıram, istəmirəm ki, qulaqlarınız belə sözlər eşitsin, amma Cənab Əliyev bu sözləri elə layiq olan şəxsdir. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib. Adlarını çəkdim, elə mən ikisinin adını çəkdim. Torpaqların kateqoriyaları dəyişdirilib, əkin, biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər. Və əlbəttə ki, bax, Bəylər Əyyibovu PTX-nın rəisliyindən çıxardıb katib qoydu. Yenə paradda oturmuşdun yanında. Yanında yaxınlıqda oturmuşdu. Yəni, silib tullaya bilmirsən. Həm bu sözü danışırsan ki, imarətlər tikirlər. Baxın, keçənlərdə videonu göstərmişdik biz. Daşkəsəndə insanlar etiraza çıxmışdı ki, otlaqlar yoxdur. İnsanlar malqaralarını otlada bilmirlər. Çünki həmən otlaq ərazilərini Bəylər Əyyibov, onun qohumları Daşkəsəndə imarətlər tikibdir. Hasar ha, bir-iki evdir, amma o iki imarətin neçə hektarlarla, neçə 10 hektarlarla zabora alıbdır, hasara alıbdır, yerləri zəbt edibdir. Həm bunu deyirsən, həm də Bəylər Əyyibovu katib etmirsən sən. Ayıb deyil. Niyə yalanını danışırsan? Prezidentin bütün köməkçilərinin hamısının rayonlarda imarətləri var. Ayıb deyil. İlham Əliyev Zaqataralda, Göygöldə, Balakəndə, Gədəbəydə, sonra Qusarda, Qubada, Şamaxıda, elə təkcə sənin özünün nə qədər villaların var. Belə utanmazlıq olmaz. Vallah belə olmaz. Vallah belə olmaz. Bu yalanları kimə danışsan? Xalqa avam hesab edirsən. Mən avam deyiləm. Məni izləyənlər də avam deyil. Bizi avam yerinə qoyanlar avamdır. Bütün bunlar qanunsuz hərəkətlərdir.
Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra edirlər. Onların əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq eyni zamanda o da həqiqətdir ki, bəzi hallarda bu qanunsuz əməllərin təməlində xarınlanmış, acgöz, gözü doymayan, mərkəzdə oturan məmurların göstərişləri oldu. Bu sözlərin təyininin qarşısında yəni prezident sözü daha yaraşardı. Acgöz, arınlamış, gözü doymayan prezident. Prezident birinci gəlməli idi. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və bu adamlar haqqında ciddi ölçülər götürüləcək. Üzr istəyirəm. Baxın, bu bədbəxt icra başçıları İlham Əliyevi bir də nə vaxt görə bilərlər? İcra başçıları İlham Əliyevə xəbər çatdıra bilərlər. İcra başçıları İlham Əliyevlə danışa bilərlər. Kim vasitəsilə danışır ki? Məhz İlham Əliyevi dediyi sizə kimlərsə qanunsuz tapşırıq verərsə, mənə xəbər verin. Bax, o verərsə, verən qanunsuz tapşırıq verənlər var, icra başçılarına. İcra başçıları prezidentə söz çatdırmaq üçün o şəxslərin vasitəsilə söz çatdıra bilərlər. Ay, nə gülməli və bizi avam yerinə qoymalı sözlər danışır İlham Əliyev. Azərbaycanda bir sakin, bir şikayətçi prezident administrasiyasına şikayət göndərir icra başçısından və yaxud da rayondakı bir polis rəisindən, bir polisdən. Həmən prezident administrasiyasının şikayətlərlə bağlı şöbə həmən məktubu bir də göndərir həmən polis rəisinin üstünə. Həmən polis rəisi də həmən o şikayətçi sakini, vətəndaşı çağırır, əməlli başlı cəzalandırır, cibindən narkotik atır, şərliyir və yaxud da və s. onu elə də susturur. İlham Əliyev, bu qədər utanmazlıq olar, belə şey olar. Bu icra başçıları sənə kimin vasitəsindən güya sözləri çatdırırlar ki? Sənə zəng edə bilirlər, nömrəni bilirlər, sənə zəng eləmək onların başı üçündür, sənə xəbər çatdırmaq. Bəs onlara da o tapşırıqları verən sənin köməkçilərindir. İndi isə keçib bir hissəsi Altay Həsənov onun səlahiyyətinə. Ölkələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılır. İş yerləri açılır. İşsizliyin səviyyəsi aşağı düşür. Ancaq o da həqiqətdir ki, bugün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meylləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiya kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil. İnkişaf etmiş ölkələrdə də bu var. Necə cəmaatı avam yerinə qoyur? Azərbaycanda kəndlərdən şəhərlərə axın yoxdur. Azərbaycanda kəndlərdən, bölgələrdən, regionlardan Bakıya axın var. Bircə şəhərə axın var. Niyə o insanlar geçsinlər Gəncəyə də axın eləsinlər də, Gəncənin sayını, sakinlərinin sayını artırsınlar da, Sumqayıtın sakinlərinin sayını artırsınlar da, başqa rayonların, Xankəndinə geçsinlər də. Azərbaycanda bölgələrdən bircə şəhər, Bakıya gəlirlər. Əliyev deyir ki, hətta xarici inkişaf etmiş ölkələrdə də belədir. Kəndlərdən şəhərlərə gəlir. Bəli, şəhərlərə gəlir, amma paytaxta gəlmirlər onlar. Onlar paytaxta cummurlar. Almaniyada Berlinə cummurlar. Berlinə gəlmirlər insanlar. Almaniyada nə qədər böyük şəhər var. Nə qədər onlarla böyük şəhər var. 10 yox, 20, 30, 40, 50 böyük şəhərlər var. Bütün inkişaf etmiş ölkələrdə şəhərlərə axın var orada, iş yerləri var, amma bir şəhərə deyil. Bir şəhərə deyil.
ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha Nəysə, yüksək. Əliyevin hava buraxmasını sizə sona qədər dinlədən deyiləm. Belə bir fikrim yoxdur. Sadəcə xeyli vaxt idi ki, prezident icra başçılarını başına yığıb belə yalanlar danışmırdı. Naxçıvan Muxtar Respublikasının baş nazirini Ceyhun Cəlilov adlı bir şəxsi gətirib qoyub prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi, yəni Naxçıvan indi Ali Məclisinin sədri vəzifəsi yoxdur, boşdur, qanunlara tüpürülübdür. Ali Məclisinin sədri Vasif Davudovdan sonra kimsə seçilmir, yəqin gözləyirlər referendum olsun, Naxçıvan Muxtar Respublikasının muxtarlığını, muxtariyyətini ləğv etsinlər, Azərbaycana birləşdirsinlər. Bu indi nə qədər çəkər, bəlkə gələn ilə referendum nəzərdə tutulub. Fuad Nəcəfli DTX rəisi Əli Nağıyevin nökərliyini etməklə məşğul idi. Əli Nağıyevin qohumları Naxçıvanda at oynatmaqla məşğuldur və burada Əliyev deyir ki, bəzi icra başçılar, bəzi məmurlar özlərini yuxarıdan aparırlar və s. Burada Fuad Nəcəfə də işarə etmişdi. Amma Fuad Nəcəf görsənir ki, İlham Əliyevin yəni səlahiyyətli nümayəndəliyindən daha çox Əli Nağıyevə nökərlik etməyə üstünlük verirdi. Sadəcə maraqlı sual ondan ibarətdir ki, yeni prezidentin Naxçıvandakı nümayəndəsi Şahbuz rayonundandır əslən. O onsuz da baş nazir idi də orada. Muxtar Respublikasının idarəçiliyi, Nazirlər Kabineti və bütün görülən işlərin başında o dayanırdı. Nə fərqi var ki? Onsuz da o orada Fuad Nəcəfdən sonra əsas şəxs idi. Yəni nə iş görə bilər axı? Bundan əvvəl görmürdü və indi görəcək. Hə? Heç bir şey də dəyişən deyil. Vasif Talibovdan sonra Fuad Nəcəf gəlib nəyisə bir şey etmədi, nəyisə hər şey əksinə pis etdisə, indi bu gələn başqa biri də, bu uşaq da elə Fuad Nəcəfin tayı olacaq. Dəyişən heç bir şey yoxdur. Yazıq Naxçıvanlılar. Bilirəm də, orada yaşamışam da, oradan əlaqələrim də var, təmasım da var. İnsanlar yəni qan ağlayır. Sərhədlər açıq idi, İran, Türkiyə və biraz nəfəs ala bilirdilər. İndi o nəfəsin bir parasını elə bil ki, bağlayıblar. İnsanlar yenə də əlini vəlinin papağını və əlinin başına, əlinin papağını vəlinin başına, vəlinkini də əlinin başına qoyaraq yaşayırlar. Yazıq Naxçıvanlılar. Hələlik bu qədər dəyərli izləyicilər. Çox vaxtınızı da almaq istəmədim. Sadəcə cənab Əliyevin bugünkü komediyasını Komediyaxanada sizə dinlətmək istədim ki, gözünüz açılsın ki, cənab Əliyevdən, İlham Əliyevdən dürüst prezident olmaz. Yalançıdır o.